Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecma'in, amma ba'd. İmam Əhməd rahimehullah Usulü Sünnə adlı risaləsində növbəti qayda olaraq zikr edir ki, وأن الله تعالى يكلم العباد يوم القيامة ليس بينهم وبينه ترجمان والإيمان به والتصديق به. İmam rahimehullah buyurur ki, Əhl-i Sünnənin etiqad əsaslarından birisi də budur ki, Allah Azza və Cəllə qiyamət günündə öz qulları ilə, Allah ilə onların arasında heç bir tərcüməçi olmadan danışacaq və onları hesaba çəkəcək. وَالْإِيمَانُ بِهِ وَالتَّصْدِيقُ بِهِ. Buna iman edib, bunu təsdiqləmək, bu dinin, sünnənin əsaslarından birisidir. Deməli, İmam Əhməd rahimehullahın burada qeyd elədiyi bu qaydada əsasən iki şeyə toxunulur. Və onlardan birincisi qiyamət günü hesaba iman etməkdir. Və bu qaydadan qabaq İmam Əhməd rahimehullah ümumiyyətlə axirət halları ilə əlaqəli qaydalara toxunur. Məsələn, qiyamət günü Allah subhanahu və teala'nı görmək və ondan sonra qiyamət günü qurulacaq mizan, yəni haqq tərəzilərinə iman və ondan sonra da bunu zikr edir. O da nədir? Allah subhanahu və teala'nın öz qullarını hesaba çəkməsi. Və İmam Əhməd rahimehullahın dediyi bu söz, yəni Allah Azza və Cəllənin qulları ilə özü arasında heç bir tərcüməçi olmadan onları hesaba çəkməsi, bu Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisindən götürülmüş bir qaydadır və bu da imanın əsaslarındandır. Çünki qiyamət günü hesaba, yəni qulların Allah önündə hesab verməsinə iman etmək imanın əsaslarındandır. Yəni qiyamət günü qul Allah Azza və Cəllədən başqa heç kəsin önündə hesab verməyəcək. Və bu nə deməkdir? Bu o deməkdir ki, yəni qiyamət günü mizan tərəzisində insanın salih və pis əməllərinin və ya əməl dəftərlərinin çəkilməsi ayrıdır. Allah Azza və Cəllənin önündə arada heç bir tərcüməçi olmadan Rəbbinə hesab verməsi ayrıdır. Bunlar ayrı-ayrı şeylərdir. Və ona görə bunu ayrılıqda ayrıca bir qayda olaraq zikr edir. Və bu da Buxari və Müslimin ittifaqla rəvayət etdikləri səhih bir hədisdən götürülüb. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, elə bir insan, elə bir qul olmaz ki, qiyamət günü Rəbbi onunla danışmasın. Onlarla ərəblərə arasında heç bir tərcüməçi və heç bir pərdə olmadan, heç bir tərcüməçi və heç bir pərdə olmadan. Bu hədisə əsasən və bunun kimi bu qəbildən olan başqa hədislər, həmçinin başqa ayələrə əsasən bəzi alimlər deyiblər ki, qiyamət günü hesab meydanında, yəni Arasatda, hansı ki bizim dildə ona deyilir hesab meydanı, hesab meydanında hər kəs Allahı görəcək. Mömini ilə, kafiri ilə birlikdə. Və lakin bu alimlər arasında ixtilaflı məsələdir. Əhl-i Sünnənin ittifaq elədiyi budur ki, qiyamət günü möminlər cənnətdə Allah Azza və Cəlləni görəcəklər. Və bu onlar üçün cənnət nemətlərinin ən əzəmətlisidir. Çünki hədislərin birində gəlir ki, Allah Azza və Cəllə onlara cənnətdə o nemətləri bəxş edəndən sonra onlardan bu nemətlər barədə, yəni razı qalıb qalmadıqlarını
bundan başqa nəsə istəyib, istəmədiklərini soruşanda onlar deyərlər ki, ey Rəbbimiz, yəni bizim bundan sonra artıq səndən nə isə istəməyə dilimiz gəlmir. Mən indi hədisi məna ilə deyirəm. Və Allah subhanahu ta'ala etiraz edir. Edəcək və deyəcək ki, xeyr, mənim camalım, rü'yə, yəni Allah azza və kəlləni görmək. Və Allah pərdəni qaldırar, hansı ki bir hədisdə gəlib ki, Allahın hicabı nurdur və bir ləfsdə gəlib nar, yəni oddur və möminlər öz Rəblərini görərlər. Və bu, möminlər üçün cənnətdə cənnət neymətlərinin ən əzəmətlisidir. Yəni, cənnətdə Allah azza və kəlləni görmək cənnət neymətlərindən sayılır. Və lakin, hesab meydanında Allah azza və kəllənin görülməsi belə deyil. İstər mömin olsun, istər kafir. Hesab meydanında Allah azza və kəllənin görülməsi neymət babında, neymət yönündə olan rü'yə deyil, görmək deyil. Aydındır? Yəni, cənnətdəki rü'yədən fərqli bir rü'yədir. Və bunda ixtilaf olunub ki, hesab meydanında hər kəs görəcək ya yox. Və bəzi alimlər deyiblər ki, möminlər və kafirlər hər kəs Allah azza və kəllənin önündə hesab verəndə Allah azza və kəlləni görəcəklər. Və lakin bu görmə kafirlər üçün neymət olmayacaq və münafiqlər üçün. Əzab üstünə əzab olacaq, zillət üstünə zillət olacaq. Və ümumən Quran və sünnə dəlillərinə baxanda, o dəlillərdən və ya o dəlillərin zahirindən görünən budur. Və o dəlillərdən də birisi bayaq zikirlədiyim hədis. Sizlərdən elə bir kəs olmayacaq ki, qiyamət günü, hesab meydanında Rəbbi onunla Rəbbi arasında bir tərcüməçi və bir hicab, pərdə olmadan danışmasın. Yəni, bu hədisin zahirindən görünən, başa düşülən nədir? Başa düşülən budur ki, qiyamət günü Allahın önündə hesab verən hər kəs həqiqətən də Allahın önündə hesab verəcək. Bu da nə zaman olacaq? Allah subhanahu və teala buyurur ki, وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا Qiyamət günü sənin Rəbbin gələndə mələklər səf-səf düzülər. Bax, bu həmin gündür. Və bu Allah subhanahu və teala'nın sifətlərindəndir. Məci sifəti, yəni gəliş sifəti. Və bu insanın, məxluqun gəlməsi kimi deyil. Biz keyfiyyətini bilmirik. Və lakin təsdiqləyirik və iman edirik. Uca Allah buyurur ki, وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا Qiyamət günü sənin Rəbbin gələndə hesab meydanına mələklər səf-səf düzülər. Bu ayədir Fəcr surəsində. Və hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allah azza və cəllə gələndə, o həmin anda hər kəs özündən gedəcək. Heç kəs Allah azza və cəllənin gəlişinə tab gətirə bilməyəcək. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, ilk ailəm mən olacam. İlk ailəm mən olacam və nə görsəm yaxşıdır? Görəcəm ki, Musa əleyhissalam ərşin dirəklərindən bir dirəkdən yapışıb. Və deyir, bilmirəm, o məndən qabaq ayılıb, yoxsa bu dünyada ki, Tur dağında Allahdan görülməsini istəmişdi və Allah dağa təcəlli edəndə, dağa görünəndə, dağ paramparça olanda Musa özündən gedmişdi. Rasul sallallahu aleyhi və səlləm buyurur ki, bilmirəm, Musa məndən qabaq ayıldı, qabaq ayılmışdı və ya qabaq ayılacaq, yoxsa bu dünyada, Turda Allah dağa təcəlli edəndə ki, dağ paramparça olanda onun ürəyi gedmişdi, onun əvəzi olaraq Allah subhanahu və teala hesab meydanında hər kəsin ürəyi gedəndə, hər kəs özündən gedəndə, onun əvəzi olaraq Musanı saxlayacaq. Rasul sallallahu aleyhi və səlləm deyir, bilmirəm. Ya budur, ya bu. Amma hədisin zahirindən görünən budur ki, birinci Peyğəmbər sallallahu aleyhi və səlləm ayılacaq.
Və lakin ayılanda gördüyü bu olacaq ki, Musa əleyhissalam ərşin dirəklərindən birindən tutunub. O qorxudan, Allah subhanət halanın gəlişindən, o qorxudan ərşin dirəklərindən tutub. Və bu hədisin özündə də dəlil var ki, ərş özü cismani varlıqdır. Və burada Mu'təziləyə, cəhmilərə rədd var. Ərşin həqiqi, cismi bir varlıq olduğunu inkar edən bidət əhlinə rədd var. Çünki bidət əhli deyir ki, ərş mənəvi bir məfhumdur. Allahın ərşi, yəni kainatda Allahın hakimiyyəti. Və bu hədisdə onlara rədd var. Rədd olan nöqtə hardadır? Ərşin dirəkləri. Bu cismani varlıqdır. Və bu həmin gündür. Və Allah subhanahu wa ta'ala buyurur ki, ayədə قَدْ خَسِرَ الَّذ۪ينَ كَذَّبُوا بِلِقَاءِ اللّٰهِ Allah ilə görüşəcəklərini yalanlayanlar artıq ziyana uğradılar. Allah azza və cəllə bu ayədə kafirlərdən xəbər verir. Və buyurur ki, Allah ilə görüşəcəklərini inkar edənlər, yəni kafirlər, artıq ziyana uğradılar. Həmçinin bu ayəni də, bu məsələdə dəlil gətirən alimlər dəlil gətiriblər ki, bu ayədə dəlildir ki, kafirlər də hesab meydanında Allah azza və cəlləni görəcəklər. Nə üçün? Uca Allah buyurur ki, qiyamət günü Allah ilə görüşəcəklərini inkar edənlər. Və bütün lüğət alimləri deyir ki, liqaullah, yəni Allah ilə görüşmək, ümumiyyətlə liqa feili, yəni dilçilik cəhətindən gözlə görüb görüşməyə deyilir. Sən deyirsən ki, mən filan kəslə görüşdüm. Ərəblər həmin feili istifadə edir. Və ayədə də o gəlir. Və ayədə kimlə görüşməkdən gedir söhbət? Biliqa illəh, Allah ilə görüşəcəklərini inkar edənlər, yəni kafirlər. Yəni onlar da bir gün Allah azza və cəllə ilə görüşəcəklər və onun önündə hesab verəcəklər. Və lakin hər bir halda bu məsələ ixtilaflı məsələdir. Bayaq dediyim kimi dəlillərin, bəzi ayələrin və hədislərin zahirindən bəzi alimlərin başa düşdükləri budur və doğrusunu Allah bilir. Və qiyamət günü hesab iki növdür. Onlardan birincisi münaqişə yönündə olan hesab olacaq. Biri də ərz etmək hesabı. Yəni hesabın iki növü olacaq. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən nuqişəl hisab hələk. Və bir ləfsdə gəlir ki, uzzib. Yəni kim qiyamət günü Allahın önündə hesab verərkən ondan hesab soruşulanda münaqişə olunacaqsa, bu hesabın növlərindəndir. İki növündən birisidir. Münaqişə hesabı. Allah subhanahu və teala'nın quluna münaqişə etməsi əməllərinə görə. Kim bu cür hesaba çəkiləcəksə, artıq dəqiqdir ki, o əzab olunacaq. Və bir ləfsdə gəlib ki, o həlak olacaq. Kim Allahın önündə münaqişə ilə hesaba çəkiləcəksə. Möminlərin anası Ayşə radiyallahu anhə bunu eşidəndə Rasul sallallahu aleyhi və səlləmə sual verir. Deyir ki, ey Allahın Rasulü, bəs Allahın kitabında, kəlamında olan bu ayəni necə başa düşək? Uca Allah buyurur ki, فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًا. O kəslərə ki, əməlləri, əməl dəftərləri sağ tərəfdən veriləcək. فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًا. Və onlar yüngül hesabla hesaba çəkiləcəklər. Yüngül. Və lakin bu cür hesaba çəkilənlər
ayədə qeyd olunur ki, əməl dəftərləri sağ tərəfdən verilənlərdir. Yəni cənnət əhlidir. Bəs bunlar necə? Onda Peyğəmbər sallallahu aleyhi və səlləm Ayşə anamıza deyir ki, o hesab, yəni ayədə zikr olunan o hesab, hisabən yesira, yüngül hesab, bu hesab deyil. Yəni münaqişə hesabı deyil. O hansı hesabdır? Ərz hesabı. Yəni Allah subhanahu və teala, o da başqa hədisdə şərh olunur. Allah subhanahu və teala qulunu özünə yaxınlaşdırar və üzərinə öz hicabını örtər. Və qulu Rəbbi ilə baş-başa qalar. Allah subhanahu və teala onu bütün qullarından gizlədər və bir-bir ona günahlarını xatırladar. Yəni, günahlarını ona ərz edər. Ona görə deyirlər buna ərz etmə hesabı. Hesabın növlərindəndir. Və qul da hamısını etiraf edər. Hətta o vaxtacan ki, qul o günahların yükünün altında həlak olduğunu zənn edər. Və onda Allah subhanahu və teala deyər ki, mən səni bağışladım. Və rəhməti ilə həmin qulunu əff edər. Həmin bu hisabən yəsira ayədə zikr olunan məhz hesabın bu növünə aiddir. Və bu da Allah subhanahu və teala'nın rəhmətindəndir. Hətta o hədislərin birində gəlir ki, Uca Allah həmin quluna deyər ki, necə ki mən bu dünyada sənin o günahlarını qullarımın nəzərindən gizlədim, eləcə də bugün həmin günahlarını insanlardan gizləyəcəm. Və bu Allah Azza və Cəllənin o günahlarına rəğmən o quluna, o qulunun qəlbində olan ixlas, Rəbbi ilə olan düzgün müamilə, Rəbbinə qarşı yaxşı zənni, qəlbində olan peşmançılıq, bu şeylərinə görə Allah Azza və Cəllənin o qulunu bağışlaması olacaq. Və həmçinin qiyamət günü elə insanlar olacaq ki, hesabsız cənnətə girəcəklər. Və bunlar da bir hədisdə gəlir ki, 70.000 nəfər olacaq. 70.000 nəfər insan olacaq, hesabsız, hesab vermədən cənnətə girənlər. Və sahabələrdən Ukaşə radiyallahu anhu deyir ki, ey Allahın Rasulü, dua et, mən onlardan olum. Allah Rasulü deyir ki, sən onlardansan. Və sonra sahabələrdən birisi qalxır, deyir ki, ey Allahın Rasulü, bəs mən, deyir, Ukaşə bu məsələdə səni keçdi, səni ötdü və bu qapını açmır. Və biz bilirik ki, bu sahabə həmin 70.000 nəfərdən birisidir. Adına bilirik və buna da şahidik və qalanları barəsində susuruq. Və həmçinin bilirik ki, o insanın əməllərinə görə qiyamət günü hesab, bu da hesabın növlərindəndir. Kimdəsə uzun, kimdəsə qısa olacaq. Hansı cəhətdən? Vaxt cəhətindən. Ona görə bir hədisdə gəlir, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, ümmətimin varlıları ümmətimin kasıblarından yarım gün cənnətə gec girəcək. Yəni o varlılar ki, o kasıblar ki, hamısı cənnət əhlidir, lakin cənnətə girməmişdən qabaq hesab var, sıratdan keçmə var və sonra cənnətə girmə var. Çünki sıratdan keçən qurtulur, keçməyən isə cəhənnəmə düşür. Sanki sırat qiyamət hallarının sonuncusudur. Cəhənnəmin üzərində qurulan körpü. Və hesab sıratdan öncədir, qabaqdır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, ümmətimin kasıbları varlılarından yarım gün tez girəcəklər cənnətə. Və varlıların yarım gün gec girməsinə səbəb nə olacaq? Mallarının hesablarını vermələri. Və sahabələr soruşanda ki, ey Allahın Rasulü, yarım gün nə qədər? Allah Rasulü dedi ki, 500 il. Bugün sizin bu dünyada saydığınız 500 il. Çünki Allah qatında
Qiyamət gün bir il, daha doğrusu bir gün 1000 ilə bərabərdir. Və bu ayədə zikr olunub. Aydındır. Lakin o 1000 ilə bərabər bir gün və ya 500 ilə bərabər yarım günün o gün insanların üzərindən necə gəlib keçməsi və bunun keyfiyyətini Allah bilir. Aydındır. Həmçinin kafirlərin hesabı barəsində də alimlər ixtilaf ediblər ki, kafirlər Allah Azza və Cəllənin önündə hesaba çəkiləcəklər ya yox. Həmçinin və onların əməlləri mizanda çəkiləcək ya yox. Bu ixtilaflıdır. Çünki bəzi alimlər deyiblər ki, bu onlara aid deyil. Çünki onların yəni İslamsız salih əməlləri məqbul olmadıqlarına görə onlar qiyamət günü Allah Azza və Cəllənin önünə salih əməllərlə çıxa bilməyəcəklər. Allahu ələm, yəni bu mövzuya girmək istəmirəm. Həmçinin burada başqa sual var ki, heyvanlar hesab verəcəklər təklif babında, yəni əməllər baxımından heyvanlar hesab verməyəcəklər. Onlar üçün hesab yoxdur. Çünki onlar mükəlləf deyirlər. Hətta deyəsən ki, onların yaxşı əməlləri, pis əməlləri. Amma qisas babından bəzi heyvanlar üçün bu olacaq və bu da Allah Azza və Cəllənin insanlara ədalətini göstərməsi üçündür. Və sonra o heyvanlar toza dönəcək və kafirlər onları görəndə deyəcəklər ki, kəş ki biz də torpaq olaydıq. Və doğrusunu Allah bilir və sallallahu ala Muhammedin və ala alihi və sahbihi və səlləm.